حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي إن القرآن لنور يتفجر في جنباتي يرفعني عند مليك الخلق لأعلى الدرجات إن القرآن لنور يتفجر في جنباتي يرفعني عند مليك الخلق لأعلى الدرجات. بسم الله الرحمن الرحيم. اللهم صل على Muhammed ve Ali Muhammed ve accil ferəcəhum. Salam Vilayət TV'nin əziz tamaşaçıları və izləyiciləri. Sizləri xoş gördük bu mübarək Ramazan ayında Furqan verilişində. Bildiyiniz kimi mübarək Ramazan ayı Qur'anın baharıdır. Hədislərimizə əsasən bu ayda bizə çoxlu tövsiyə olunur ki, Qur'an tilavət edək, Qur'anın mənalarına diqqət edək. Hətta hədislərimizdə gəlmişdir ki, bir ayə oxumaqlıq bir Qur'ana bərabərdir. Hər bir ayda Qur'anın savabı vardır. Bu ayda daha çox Qur'ana diqqət olunur və daha çox Qur'an barəsində bizə tövsiyələr olunur. Çünki Qur'an bu ayda nazil olub. İnnə ənzəlnahu fi leylətil qadr. Qədr gecələrində nazil olub və mübarək Qədr gecələri də bu mübarək ayın ən fəzilətli gecələrindən biridir. Yenidən dəvət etmişik Quran haqqında bizləri məlumatlandırmaq üçün Höccətül İslam Musa Hüseynini. Salam Ustad, xoş gördük sizi bu gözəl mübarək Ramazan ayında. Aleykum salam və rəhmətullah Sərvər müəllim. Mən də sizi və Vilayət TV-nin əziz izləyicilərini salamlayıram. Allah Taala oruc və bütün ibadətlərinizi qəbul eləsin. Bu şəraiti həm bizim üçün, həm sizin üçün yaratdığı üçün bütün Vilayət TV kollektivinə dərin minnətdarlığımı bildirirəm. Ustad, biz bildiyimiz kimi Qur'an Ramazan ayında nazil olub və elə bu Qur'anın əhəmiyyətini bizə çatdırır. Amma istərdim ki, daha geniş Qur'anın əhəmiyyəti barəsində bizləri məlumatlandırardınız və əziz tamaşaçılarımızı məlumatlandırardınız və Qur'anın tilavətinin haqqı barəsində, yəni Qur'anın tilavətinin haqqı nədir? Onun barəsində bizlərə məlumat verərsiniz. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah Taala Quran-ı Kərimdə Quran barədə bəzi məlumatlar verir. Quran-ı Kərimdə elə Quranı tanıtdırır və Quranı tanımağın ən yaxşı yollarından biri elə Quran vasitəsilə Quranı tanımaqdır. Məsələn, ilk olaraq və daha önəmli olaraq Allah Taala Quran-ı Kərimi hidayət kitabı kimi tanıtdırır. Elə bu mübarək ayda nazil olan bu müqəddəs kitab barədə və bu ayda nazil olması barədə Allah Taala Bəqərə surəsində belə buyurur. Bismillahirrahmanirrahim. Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Hudan linnəsi və bəyyinatin minəl huda vəl furqan. Ramazan ayında nazil olan bu Qur'an 3 dənə xüsusiyyətə malikdir bu ayəyə əsasən. Hudan linnas. Birinci, insanlar üçün hidayət mənbəsidir, insanlar üçün yol göstərəndir. Və bəyyinatin minəl huda. Aşkar hidayət dəlillərinə malik olan bir kitabdır və vəl furqan, yəni haqqı batildən ayıran bir kitabdır. Bəqərə surəsinin elə ilk ayələrində də biz Quran barədə heç bir şək şübhə olmasını Allah Taala bəyan edəndən sonra oxuyuruq ki, Allah Taala bu kitabı təqvalılar üçün hidayət mənbəsi tanıtdırıb. Quran bəli bütün insanlar üçündür və təbii olaraq hər bir sahədə olduğu kimi kim daha yaxşı ondan istifadə eləsə,
daha çox onun təsirlərinə görəcəkdir, daha çox faydasını görəcək və ona görə o ayədə təqvalılar üçün hidayət mənbəsi kimi tanıtdırılıb və bu ayədə və bir çox ayələrdə bütün insanlar üçün. Allah Taala Quranı bütün insanlar üçün göndərib və yalnız müsəlmanlar üçün belə deyil. Və bu Peyğəmbərin əbədi möcüzəsi bütün bəşəriyyət üçündür, bütün insanlar üçündür. Dinindən, irqindən, qövmündən asılı olmayaraq hər kim bu kitaba yaxınlaşsa və təəssüb, inad, bu kimi mənfi xüsusiyyətləri kənara qoyub Qurana yaxınlaşsa, onun həqiqətən möcüzə olduğunu dərk eləyər. Ya başqa bir ayədə vurğulanır, İnnə həzəl Qur'an yəhdi lilləti hiyə əqvam. Həqiqətən bu Quran ən möhkəm, ən sabit yollara, ən sabit dinə hidayət eləyir. Deməli, birinci Quranın xüsusiyyəti ki, Quran-ı Kərim onu bizə elə tanıtdırır, onun hidayət kitabı olmasıdır və hamımızın da hidayətə ehtiyacımız var. Növbəti Quranın tanıtdırılan, Quran barədə tanıtdırılan sifət onun zikr olmasıdır, onun xatırlatma kitabı olmasıdır. Bir ayədə vurğulanır. Bismillahirrahmanirrahim. Və ləqəd yəssərnəl Qur'anə lizzikri fəhəl min muddəkir. Biz bu Quranı xatırlama olsun deyə və sizin üçün zikr olsun deyə asan etdik, anlaşılan etdik. Fəhəl min muddəkir. İbrət götürən varmı bu barədə? Zikr yəni qəfləti aradan aparmaq. Biz adətən qəflətə düçar oluruq, biz adətən unuduruq. Bəşər adətən o bildiyi məlumatları unudur və insan sözünün elə kökünə baxsaq unutqanlıq yatır. Hətta Allah Taala bu xüsusiyyətinə görə, bu unutqanlığına görə insandan o bəzi cəzaları da götürür. İnsan əgər unutqanlıq üzündən hər hansı bir işi, bir səhvi, bir xətanı yerinə yetirsə, Allah onu əfv eləyər. Bu unutqanlıq, xülasə bunu demək istəyirəm, bəşər övladının bir xüsusiyyətidir. Yəni biz bəzi bildiyimiz məlumatları unuduruq və Quran bizim üçün o, bəli, bu xatırlatma kitabıdır. İnsan qəflətə düçar olur və Quran bunu bizə xatırladır, bu qəflətimizi aradan aparır. Biz belə bir şey başa düşə bilərik ki, Quranın bu ayədə əsasən, Quranın hər bir ayəsi zikirdir. Bəli. Yəni savabı da buna görə ola bilərmi? Bəli, Quranın hər bir ayəsi, hər bir kəlməsi, hər bir dərsi insan üçün xatırlatmadır. Ona görə Quran-ı Kərimin ayəsində də vurğulanır ki, bütöv Qurana iman gətirin. Onun hər bir ayəsi sizin üçün ibrətdir. Quranın başqa bir xüsusiyyəti onun xəbərdarlıq kitabı olmasıdır. Bismillahirrahmanirrahim və uhiyə iləyyə hədəl Qur'an li unzirakum. Bu Quran mənə nazil olub ki, sizin üçün xəbərdarlıq edim. Və bu da bizim ehtiyacımız olan məsələlərdəndir. Bizim xəbərdar olunmağa ehtiyacımız var. Tamaşaçılarda belə bir sual yarana bilər ki, xəbərdarlıq nədən? Elə onu vurğulamaq istəyirdim, elə düz o yerdə sual verdiniz. Bizim həm bu dünyada, həm həqiqi həyat olan axirətdə bizləri təhdid edən bəzi təhlükələr var. Quran-ı Kərim o təhlükələrdən bizi xəbərdar eləyir ki, həm dünyada, həm axirətdə bu xəsarətə və zərərə düçar olmayaq. Növbəti xüsusiyyət Quran-ı Kərimin şəfa olmasıdır. Quran-ı Kərimin dərman olmasıdır. Bismillahirrahmanirrahim və nunəzzilu minəl Qur'an ma huvə şifaun və rəhmətun lil müminin. Biz bu Quran-ı Kərimdən sizin üçün şəfa olanları nazil edirik və möminlər üçün bu bir rəhmətdir. Diqqət elədiyiniz kimi bu ayədə Quran-ı Kərim şəfa olaraq təqdim olunur. Yəni artıq biz bəzən müalicə var, dərman var, onun nəticəsi məlum deyil. Nəticəsi şəfa da ola bilər, şəfa olmaya da bilər. Quran-ı Kərim bizə şəfa olaraq tanıtdırılır ki, birbaşa
dərdlərimizə dərmandır, şəfadır. Və bu həm mənəvi, ruhi cəhətdən olan xəstəliklərimizə bir dərmandır, həm də ictimai baxımdan müharibələr, zülmlər, ədalətsizlər kimi bəşər cəmiyyətlərinə bir dərmandır Qurani Kərim. Başqa qeyd etmək istədiyim məsələ Qurani Kərimin hikmət kitabı olmasıdır. Allah Teala bu hikmətli Qurana and içir. Vəl-Qur'anil Həkim Yasin surəsində Allah Teala hikmətli Qurana and içir. İki məna qeyd ediblər hikmət sözünə. Biri onun möhkəm olmasıdır. Yəni təhrifə məruz qalmamasıdır. Bir ayədə vurğulanır ki, ona nə qarşısından, nə arxasından batil yol tapmaz. Yəni təhrifə, dəyişilməyə məruz qalmaz. Ona görə Quran möhkəm kitabdır. Allah bu möhkəm kitaba and içir. Bir mənası da hikmətli olmasıdır. Quran hikmətlərlə doludur. Həm nəzəri baxımdan, həm əməli baxımdan. Mən tamaşaçılara qısa izah verim. Nəzəri və əməli hikmət nədir? Bəzən Qurani Kərim nə var, nə yoxdur. Var, yoxu bəyan eləyir. Məad var, Allah var. Bu, xülasə olaraq nəzəri hikmətin bəyan etdikləridir. Və bir də var əməli hikmət. Əməli hikmət biz nə etməliyik, nə etməməliyik, hansı işlər bizə haramdır, hansı işlər halaldır, hansı işlər vacibdir. Bunu da bəyan eləyən əməli hikmətdir ki, Qurani Kərim hər iki cəhətdən hikmətlərlə doludur və bizim üçün həyatımızda yol göstərən bir kitabdır. Və sonuncu qeyd etmək istədiyim məsələ Qurani Kərimin nur olaraq tanıtdırılmasıdır. Nur, Sərvər müəllim, bilirsiniz, tamaşaçılar da diqqət eləsinlər bu məsələyə. Nur özü işıqlıdır. Həm özü işıqlıdır, həm işıqlandırır, ətrafı işıqlandırır. İşıqlandırdığı surətdə insana yol göstərir. İnsan görmə qabiliyyətinə malik olur. Təsəvvür eləyin, göz olan nur olmaya yenə faydası yoxdur. O gözə görmə qabiliyyətini verən nurdur. Yəni, insan bu nurla bəsirət əldə edir. Nur olmasa gözün də faydası yoxdur. Heç bir yeri görmür. Bizim ağlımız var, düşüncə qüdrətimiz var. Amma bu Allahın verdiyi bu şeylər ki bizdə var, bu neymətlər, onların nura ehtiyacı var. Həmin nur Qurandır. Və ənzəlnə iləykum nuran mubinə. Biz sizin üçün açıq-aşkar bir nur nazil etdik. Başqa bir xüsusiyyət də budur. Qurani Kərimdə çox xüsusiyyətlər var, bu qədərlə kifayətlənirəm. Hədislərdə də Qurani Kərimin əhəmiyyəti üçün müxtəlif sözlər var. Onlardan biri, mən həmişə bunu qeyd eləyirəm və bundan böyük Quranın dəyərini çatdıracaq bir söz tanımıram. Əli əleyhissalamdan nəql olunan bir hədisdə vurğulanır ki, Quranın başqa kitablarla nisbəti, əlaqəsi, rabitəsi, yəni o müqayisəsi Allahın məxluqatla, bəndələrlə müqayisəsi kimidir. Yəni necə ki, necə ki Allahın məxluqatdan üstünlüyü bənzərsizdir, heç bir o qədər Allah ucadır ki, bənzəri hətta yox. Bu bənzətməni də tapmaq olmaz. Qurani Kərimdə digər kitablarla müqayisədə belə bir üstünlüyə malikdir. Elə ustad, bura qədər dediklərinizdən adam bir nəticə alır. Məsələn, dediniz ki, Quran insanları hidayət eləyəndir. Quran muttəqilləri hidayət eləyəndir. Başqa yerdə deyir, Quran hudən lil muhsinin, mühsinləri hidayət eləyəndir. Quran nur kitabıdır. Quran haqqı batildən ayırandır. Görün, nə qədər bir-birinə zid xüsusiyyətlər. Camiyül əzdad deyilə bil ki, bütün hər tərəfli əhatə eləyir hər bir xüsusiyyətləri. O əsas xüsusiyyətləri bizlərə bəyan edir. Bitərə görə olar, başqa xüsusiyyətlərdə bundan elə qıraat. Bəli, bu sadaladıqlarımız sadəcə bir neçə nümunələr idi. Hətta bəzi alimlərimiz Quranda Quran adlı kitab yazıblar. Yəni o qədər bu barədə Qurani Kərimdə məlumatlar var ki, bir dənə kitaba çevrilibdir. Mən sadəcə bəzi önəmli xüsusiyyətlərini qeyd elədim. İmam Əli əleyhissalam
Quranı qəlblərin baharı adlandırır. Necə ki, siz elə verilişin əvvəlində qeyd elədiniz. Mənası budur ki, necə ki, baharda aləm, yer canlanır, Quran da qəlbləri o formada dirildir, o formada diri saxlayır, ruhun ölməsindən və geriləməkdən insanı saxlayır. Rəbiul qulub, şifaus sudur, qəlblərin şəfasıdır, Əli əleyhissalam buyurur. Fihi ilmə ma yəti, gələcək hər bir şeyin elmi ondadır. Yəni, Əli əleyhissalam vurğulayır ki, sizin hər nəyə ehtiyacınız varsa orada var. Və bu da tamamilə Quran ayəsindən müvafiqdir. Allah Teala Quranı tibyanun li kulli şey, hər bir şey üçün bir aydınlatma olaraq tanıtdırır. Dəva əddaikum, sizin dərdlərinizin dərmanıdır və nəzmə mə beynəkum. Dəva o dərdə, o ki, düz Əli əleyhissalamın sözündən, bəlkə ki, ayə burada şifadır və rəhmətdir. Ondan da üstə Bəli, Əhl-i Beyt əleyhimussalam Quranın həqiqi təfsirçiləridir. Vəhy bunların evində nazil olubdur. Bunlar Quranın ən yaxşı tanıyanlardır. Və bu yüzdəndir ki, əziz İslam Peyğəmbəri iki böyük əmanət bizə qoyub. Quranın kənarında Əhl-i Beyti də bizim üçün əmanət qoyub ki, bu kitabı tanımağın yeganə yolu Əhl-i Beyt əleyhimussalama müraciətdir. Ona görə onların sözləri Qurandan uyğunluq təşkil edir. Və sonda Əli əleyhissalam bunu buyurur ki, və nəzmə mə beynəkum. İctimai nizam, insanlar arasında əlaqələr, cəmiyyətlərin arasında rabitələr, bunların hamısı Quranda vardır. Belə tanıtdırır Əli əleyhissalam. Amma çox təəssüflə Sərvər müəllim qeyd eləmək istəyirəm ki, bəzən ya bilərəkdən, düşmən olaraq, düşmənlər bilərəkdən, ya da ki, düşmən olmayanlar bilməyərəkdən, cəhalət üzündən Quran-ı Kərimi təkcə qəlblər üçün, məscidlərin, məbədlərin künc bucağına aid olduğunu, insanların Allahla şəxsi ehtiyac və rabitə yaratmaları olduqlarını təsəvvür eləyirlər, inanırlar və belə də tanıdırlar. Bu sifətləri, bu xüsusiyyətləri qeyd eləməkdə məqsədimiz budur ki, Quran-ı Kərim insanın yaşam kitabıdır, yaşam proqramını təyin eləyən bir kitabdır. Bu kitabı biz həyatımıza daxil etməliyik. Əgər Quran-ı Kərimi bizə belə tanıtsalar, bilməliyik ki, bu düşmənlərin işidir ki, cəmiyyətləri istəyirlər ki, Quran-ı Kərimdən uzaqlaşdırsınlar və çox təəssüflər olsun ki, İslam dünyası Quran-ı Kərimdən uzaq düşübdür. Və Peyğəmbərin o şikayəti ki var, Bismillahirrahmanirrahim, və qalər rəsul, ya Rabbi innə qavmi ittəxazu həzəl Qur'anə məhcura. Ey mənim Rəbbim, həqiqətən qövmüm bu Quranı tərk etdi. İslam dünyası bugün Qurandan uzaq düşüb. Halbuki İslam Peyğəmbərin tövsiyəsidir Əli əleyhissalama. Diqqət eləyin, Əli əleyhissalama bir vəsiyyətində Peyğəmbər Əkrəm buyurur ki, və aleykə bi tilavətil Qur'anı alə kulli hal. Hər bir halda Quran tilavət eləmək sənə vacibdir. Hər bir halında. Səfərdə oldun, ya müxtəlif məşğuliyyətlərlə oldun, hər bir halda sən Quran oxumalısan, Quran tilavət eləməlisən. Bu sənin ehtiyacındır. Necə ki, sənin suya, havaya ehtiyacın var, eləcə də Quran oxumağa sənin ehtiyacın var. Başqa hədislərdə vurğulanır ki, evlərinizi Quran tilavəti ilə nurlandırın. Yəni, bu bir nurdur. Hər bir evin, hər bir ailənin ehtiyacı var. Əgər Quran oxunmasa bir evdə qaranlıq olacaq, zülmət olacaqdır. Hədisdə vurğulanın, nurlandırın Quran tilavətindən və tamaşaçılar diqqət elədiyi kimi İslam dini tövsiyə edir ki, evinizdə oxuyun. Bəli, məscidlərdə, digər yerlərdə də oxumaq yaxşıdır. Amma
evdə Quran oxumaq da bizim işimizin bir hissəsi olmalıdır. Hərdə mən alimlərdən bir Quran hədis eşitmişdim ki, peyğəmbərdəndir ya imamların birindəndir. Buyurur ki, Quran oxunan evə mələklər gəl-get eləyər. Bəli, elə qeyd elədiyim məsələlərdən biri də odur, çox düz vurğuluyursunuz. Evlərin bərəkəti çoxalar. Evlərdə Quran oxunsa, evlərin bərəkəti artar. Bəzən çox eşidirik, belə bir sualla müraciət eləyirlər ki, ruzimizin bərəkəti yoxa çıxıbdır, ruzimizin bərəkəti yoxdur. Çox səbəbləri var. Biri budur ki, hədisdə vurğulanır, alimlərlə ünsiyyəti kəsmək bərəkəti insanın ömründən götürər. Alimləri müraciət eləməmək, alimlərin o elmlərindən istifadə eləməmək bərəkəti götürər. O səbəblərdən biri də Quran oxunmamasıdır. Evlərdə Quran oxunması Allah o evlərdən bərəkəti götürər. Və növbəti məsələ ki, qeyd eləmişəm, sizin vurğuladığınız məsələdir. Quran oxunan evlərə mələklər daxil olar. Və oxunmayanda əksi özünüz aydındır ki, şeytan olar həmin evlərdə. Və mələk daxil olan evdən də şeytanlar çıxar. Və ona görə də bu qədər təkid olunub ki, biz Quran-ı Kərim oxuyaq, Quranla ünsiyyətdə olaq. Bir ayədə vurğulanır ki, möminlərin imanı Quran oxumaqla, Quran dinləməklə, Qurana olan ehtiyaclarını təmin etməklə onların imanları artar. Və izə tuliyyət aleyhim ayətihi zadəthum imanən. Onların imanları artar. Biz imanlıyıqsa, əgər özümüzü imanlı bildiksə, bizim imanımızı artırmağa ehtiyacımız var. Və həmin ehtiyaclardan önəmlisi ki, bizim mövzumuzdur, həmin Quran-ı Kərimlə ünsiyyət tapmaqdır. Bugün və bir neçə verilişdə Sərvər müəllim vurğulamaq istədiyim, danışmaq istədiyim mövzu Quran-ı Kərimin tilavətinin, oxumağın haqqını yerinə yetirmək barədədir. Biz necə eləyək Quran oxumağın haqqını yerinə yetirək? Həqiqi Quran oxuyanlardan olaq. Bəqərə surəsinin 121-ci ayəsində Allah Taala belə buyurur. Mən ilk öncə ayəni oxuyum, tərcümə eləyim və bu minvalda mövzumuz davam eləyəcək bir neçə verilişlərdə inşallah. Əuzu billahi mineşşeytanirracim. Əllezîne âteynâhumul kitâbe yetlûnehu hakka tilaveti. Ulaike yu'minûne bih. Və men yekfur bihi fe ulaike humul khasirun. Allah Taala buyurur ki, kitab verdiyimiz şəxslər onu layiqincə oxuyurlar, tilavət eləyirlər. Quran oxumağın, kitab oxumağın haqqını əda eləyirlər. Bu ayə barədə müxtəlif təfsirlər və nəzəriyyələr var. Vaxtımıza qənaət eləmək üçün mən onlardan keçirəm. Bu istəyir müsəlmanlar barəsində nazil olsun bu ayə. Və bəzən Əllamə Təbatabai Əl-Mizan təfsirində qeyd edib ki, burada məqsəd yəhudilər və xristiyanlardır, o kitab verilən şəxslərdən məqsəd bunlardır. Bu məsələlərdən keçəndən sonra elə hər bir kitab verilən şəxslərə aid bir məsələdir. Yəni, kitab verilən şəxslər onu ki, layiqincə oxuyurlar, yerinə yetirirlər. Ulaikə yu'minunə bih. Onlar ona iman gətirirlər. Yəni, əgər bu oxumağın haqqını yerinə yetirsə, istənilən adam yu'minunə bih, ona iman gətirər. O Quranın və Peyğəmbərə iman gətirər. Onun möcüzə olduğunu görər. Və mən yəkfur bihi fə ulaikə humul xasirun. Və kim o Qurana küfr etsə, həqiqi ziyankarlar onlardır. Onlar xəsarət eləyənlərdir. Yəni, onun vəhy olduğuna şübhə etsə və yaxud da dansa. Bəli, ona qarşı kafir olsa və həqiqi xasirin və xusran eləyənlər bunlardır. Xusran, Sərvər müəllim, Quran baxışında bütün sərmayəsini əldən verənlərə deyilir. Yəni, hər nəyi var itirənə deyirlər, bu xəsarət elədi. Və kafir də
ömür sərmayəsini əldən verdiyi üçün və bu dünyada ki, iman gətirməli idi, axirətini abad eləməli idi, bu sərmayəni əldən verdiyi üçün onların barəsində bu ibarət çox gəlibdir ki, bunlar xəsarə, həqiqi xəsarət eləyənlər bunlardır. Yəni belə başa düşdüm ki, həm qazancını əldən verir, həm mayasını əldən verir. Və hər bir şeyini itirir, bütün sərmayəsini itirir. Və biz bu dünyada o xəsarət eləsək, onun o qədər də bir zərəri yoxdur. İnsan uzağı bu 60-70 illik ömürdə bu dünyada xəsarət eləyir. Əsas önəmli budur, insan o əbədi həyat üçün həyatını elə yaşamasın ki, orada xəsarətə düçar olsun. Və gördüyünüz kimi bu ayədə Quranla və istənilən səmavi kitabla qarşılaşanda, onun barəsində insanlar bir neçə dəstəyə bölünür. Bəzi şəxslər ona iman gətirib və onun haqqını yerinə yetirənlərdir və bəziləri ona qarşı çıxanlardır. Amma ona əməl edənləri də bir neçə dəstəyə bölmək olar. Ayətullah Məkarim Şirazi nümunə təfsirində belə qeyd eləyir ki, Quran ayələri müqabilində insanlar bir neçə dəstədirlər. Onların bəzisinin bütün çalışmaları budur ki, onu düzgün oxusunlar, onun hərflərini, məxrəclərini düzgün yerinə yetirsinlər. Bir növ dəstə budur, bir qrup budur. İkinci qrup budur ki, çalışırlar onun mənasını da başa düşsünlər və ondan sonra müxtəlif elmlərdən xəbərdar olsunlar. Bir qrupda budur. Amma üçüncü qrup və həqiqi möminlər bu iki məsələdən əlavə ki, onu düzgün oxumağa çalışırlar, mənasını başa düşməyə çalışırlar. Bunlardan əlavə onlara əməl etmək məqsədindən baxırlar. Onları, ayələri öz həyatlarının bir proqramı olaraq baxırlar. Və həqiqi möminlərdə qeyd ediblər ki, belə bir şəxslər, yəni bu məqsədləri olar. Yəni üçüncü dəstə belə başa düşdüm ki, ustad, yəni elə bir ki, zənn edir ki, ayə mənə nazil olub. Gərək mən əməl edeyim buna. Hər bir ayəni özü üçün yəni nazil olduğunu yəni bilir də, başlayır ona əməl eləməyə. Bəli, belə bir şəxslər həm dillərini işə salırlar, yəni düzgün oxumağa çalışırlar. Həm ağıllarını işlədirlər, başa düşməyə çalışırlar, həm qəlblərini işlədirlər, istəyirlər o oxuduqlarına, başa düşdüklərinə əməl eləsinlər. Ustad, bizim 2 dəqiqə vaxtımız qalıb. Növbəti işarə etmək istədiyim məsələ ki, sonuncu məsələ olsun, tilavətlə qiraətin fərqidir. Tilavət təfəkkürlə, tədəbbürlə yanaşı olan qiraətə deyilir. Mən bu birinci hissədə bu ayənin şənində olan bir rəvayətə işarə eləmək istirdim ki, İmam Sadiq əleyhissalam Quran tilavətinin haqqı nədir, həqiqi tilavətçilər kimlərdir, nə iş görürlər, onları bəyan eləyib. İnşallah gələn verilişdə elə bu mövzu ilə verilişimizi davam etdirəcəyik ki, Quran haqqını, tilavətinin haqqını riayət eləmək hansı məsələlərlə olur? Təşəkkür edirəm ustad. Həqiqətən bu gözəl bəyanatlarınıza görə əvvələn təşəkkür edirəm ki, dəvətimizi qəbul elədiniz, verilişimizə təşrif gətirdiniz və Quran barəsində həqiqətən bir neçə vacib nöqtəyə toxundunuz ki, həm bizim özümüzün, həm bizi izləyən tamaşaçıların çox ehtiyacı vardır. Məxsusən ki, Quran oxumaq evi nurlandırar, Quran oxumaq bərəkət gətirər. Bu mühüm məsələlərdən biridir. Çox sağ olun, Allah ibadətlərinizi və itaətlərinizi qəbul eləsin. İnşallah siz də elə namazlarınızda, ibadətlərinizdə həm bizi, həm millətimizi yaddan çıxartmayasınız. Var olasınız. Təşəkkür edirəm, sağ olun. Bəli, əziz izləyicilər, bizə ayrılan vaxt burada sona çatdı. Bir daha xatırladım ki, verilişimizin qonağı Höccətül İslam Ustad Musa Hüseynli idi. Sağ olun, salamat qalın.
نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني